Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin yanvar-iyun aylarını əhatə edən dövr üzrə yaşa görə əmək pensiyalarının təyin edilməsi ilə bağlı yeni statistik göstəricilər açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata əsasən cari ilin ilk 6 ay ərzində ümumilikdə 20.247 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Məlumata görə pensiya təyin edilən şəxslərin 54-64%-ni kişilər, 45-36%-ni isə qadınlar təşkil edir. Bu statistika ilin ilk yarısında yaşa görə pensiya hüququ əldə edən və pensiyası proaktiv şəkildə rəsmiləşdirilən vətəndaşları əhatə edir. Qeyd edək ki, proaktiv qaydada pensiya təyinatı o deməkdir ki, vətəndaş pensiya almaq hüququ qazandıqda bunun üçün əlavə müraciət etmədən mövcud elektron məlumat bazaları əsasında pensiya avtomatik şəkildə təyin edilir. Bu sistem vətəndaşların vaxtına qənaət etməyə, sənəd toplamaq zərurətini azaltmağa və xidmətlərin daha operativ göstərilməsinə imkan yaradır. Son illərdə sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi genişlənib. Bu yanaşma sayəsində pensiya hüququ yaranan şəxslər prosesi daha rahat şəkildə başa çatdırır və dövlət xidmətlərindən daha sürətli faydalana bilirlər. Açıqlanan rəqəmlər göstərir ki, 2026-cı ilin ilk 6 ayında o minlərlə vətəndaş yaşa görə əmək pensiyası ilə təmin olunub. Statistikada kişilərin payı 54-64%, qadınların payı isə 45-36% olaraq qeyd edilib. Mütəxəssislər hesab edirlər ki, elektron xidmətlərin inkişafı və məlumat bazalarının inteqrasiyası gələcək dövrlərdə də pensiya təyinatı prosesinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Bir daha xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən 2026-cı ilin yanvar-iyun ayları ərzində 20.247 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Həmin şəxslərin 54-64%-ni kişilər, 45-36%-ni isə qadınlar təşkil edib. Mövzu ilə bağlı yeni rəsmi məlumatlar açıqlanacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.